Ay qız, ayrılmaq nədir? Bizim toyumuza 2 gün qalıb. Mən fikirləşdim ki, sən heç mənim xırda istəklərimi qarşılaya bilmirsən. Adicə balayına gedə bilmirik. Sən balayına hara getməyə planlayırsan ki? Yeni Zelandiyaya. Ay qız, mən köhnə günəşdə qalan adamam. Heç günəşlinin yenisinə köçə bilməmişəm. Yeni Zelandiya nətər köçüm mən? Təkcə oldu ki, bircə qramlıq hədiyyə istədim səndən. Onu da almadın mənə. Elə deyirsən ki, elə bir məndən 1 qramlıq şpris istəmisən. Sənin istədiyin brilyant idi. Onun da 1 qramı 5 karatdır. O da 6300 manat eləyir. Ay qız, mənə bir dəfə 1000 manat pul lazım oldu. Anam dedi ki, bütün qızıllarımı sataram, həll eləyərik məsələni. 200 manatı gücdən verə bildiyə borcu. Başına dəysin sənin toyun. Sən məni başa düşmürsən. Sağ ol. Bir dəqiqə dayan. Bax, sən ki bizim bu 5 illik münasibətimizi sonlandırırsan, məni sənsiz qoyasan, heç olmasa bu son istəyimi yerinə yetir də. Nədir ki son istəyin? Sənə bir dənə link göndərəcəm, oradan qeydiyyatdan keçməyə pulsuz narkotik göndərəcəklər. Mən sənin düt. Bir ad boy olur. Ad boy değildim mal. İndi ad boy verirəm.